Salam, hər vaxtınız xeyir. Gününüz həmişə xoş olsun, əziz bizim Seda izləyiciləri. Vaxtınızı çox almadan keçirəm həftə ərzində hazırladığımız sujetlərin anonsuna. Bugün siz dünyanın ən sağlam mətbəxinin hansı ölkəyə məxsus olduğunu Leyladan, öz kəşflərinin qurbanı olanları Elvindən, bəzilərinin dambur kimi tanıdığı təmbur çalğı aləti haqqında Nurlandan, istedadlı insanlar haqqında isə Türkandan öyrənə biləcəksiniz. Bəh. İndi bu ləzzətli dolmaları yeməyəsən, neyniyəsən? Yeyəndə də ki, köklükdən studiyaya zorla yerləşirik. Yeməkdən söz düşmüşkən, Forbes jurnalı ən sağlam mətbəxə malik 10 ölkənin reytingini müəyyənləşdirib. İlk yeri Yaponiya mətbəxi tutub. Araşdırmalara görə bu ölkədə piylənmədən əhalinin cəmi 1,5% əziyyət çəkir. Və bu ölkədə orta yaş həddi 82-dir. İkinci pilləyə isə Singapur mətbəxi layiq görülüb. Burada da eyni göstəricilər əldə olunub. Artıq çəkidən əziyyət çəkənlər isə 1,8% qeydə alınıb. Deyirəm, bu köklükdə cəmaatın başına əməlli başlı bəla olub. Az ye, kökəlmə də. Bəyəm zorla sənin ağzına yemək tökən var. Nəysə. Daha sonra Çin, İsveç, Fransa, İtaliya və sair ardıcıllıqla ən sağlam mətbəxlər müəyyən edilib. Araşdırmalar onu da göstərib ki, bu ölkələrin əhalisinin belə gənc və uzun ömürlü qalmasına səbəb tərəvəzdən çox istifadə etmələrdir. Bəs bizdə vəziyyət necədir? Bəlkə bizdə tərəvəz qıtlığıdır, xəbərimiz yox. Bax, bunu əməkdaşımız Leyla araşdırmağa çalışıb. Sağlam qida mətbəxdən başlayır. Bu məsələ boş yerə çəkmədik. Sağlam qidalanmaq hər zaman əsas məsələ olub. Mütəxəssislər hətta fəhri saxlayıb özünə zülm edənlərə sağlam qidalanmağı məsləhət görürlər. Kadrlardan yəqin etmişsiniz ki, söhbət dünya mətbəxindən gedəcək. Sizə də maraqlıdır ki, görəsən dünyanın ən sağlam mətbəxi hansıdır? Araşdırmamıza keçməzdən öncə gəlin görək paytaxt sakinləri bu barədə nə bilirlər. Azərbaycana aiddir. Bana göre Türkiye'dir. Azərbaycan. Elə düz təxmin etmişəm. Elə isə biz deyək, siz də qulaq asın. Dünya dietoloqlarının apardığı araşdırmalara görə dünyanın ən faydalı və sağlam mətbəxi təəccüblü olsa da Yapon mətbəxidir. Deyirəm, burada da birinciliyi əldən vermirlər. Birinci növbədə bizim olmazsa olmaz insanlarımızın 80-90%-dən keçə bilmədiyi nə var? Çörək. Amma Çinlinin, Yaponun süfrəsində nə səhər, nə günorta, nə axşam çörək olmaz. İkincisi, Çinli və Yaponun süfrəsində bişirilən qidalar daha çox dəniz məhsullarından. Balıq məhsulları demişkən çoxunun sevimli yeməyi, bəzilərinin isə sevmədiyi sushi də faydalı qidalar sırasındadır. Sushi niyə görə xeyirli hesab olunur? İndi aşpaz Elcan bunu bizə izah edəcək. Sushi ümumilikdə yediyimiz sashimi, nigiri, rollar var. Bunlar hamısı sushi adlanır. Və rolların özü də iki yerə bölünür. Uramakilər, bir də makilər. Bu nə deməkdir? Uramaki düyü üstü olan, yəni içinə əlavə elədiklərimiz içində olan nori. Amma əksinə maki isə bax, bayaq hazırladığımız kimi yosun çöldə olan, düyü içərdə olan. Elcan aşpaz deyir ki, ürəyi sushi istəyən üçün vacib deyil ki, Yapon restoranına getsin. Sushini ev şəraitində də hazırlamaq olar. Sushi hazırlamaq üçün bizə lazım olan ingredientlər bunlardır. Düyü, dəniz yosunu və onun içinə, yəni hansı ki, məsəl üçün biz bugün bunu hazırladıq, nə lazımdır bizə onlar. Sushini hazırlamaq üçün böyük marketlərdə istənilən hər şey satılır. Yəni biz onu əldə edə bilər, ala bilər bizim xanımlarımız. Adətən biz öyrəşmişik yeməkləri çəngəl və qaşıqla yeməyə. Lakin sushini deyilənə görə çubuqla yedikdə daha dadlı olur. Elə gəlin biz də bu deyimi nəzərdən keçirək. Bu çubuqlarla sushi yeməyin həqiqətən də öz ləzzəti varmış. Dadından doymaq olmur. Sağlam mətbəxlər sırasında Aralıq dənizi ölkələri, İtaliya, İspaniya da var. Bu ölkələrin mətbəxlərinin əsasını zeytun yağında hazırlanan qidalar və dəniz məhsulları təşkil edir. Fransız mətbəxi də ön sıralarda durur. Baxmayaraq ki, ət, yüksək kalorili pendir, yağlı çörəklər fransızların ən sevdiyi məhsullardır. Heç biz Azərbaycanlılardan geri qalmırlar. Əməlli başda yeyib içirlərmiş.
Lakin öz canlarının qədrini bilən fransız əhli bütün bu məhsullardan yerində və qədərində istifadə etməyi bacarırlar, bizdən fərqli olaraq. Mütəxəssislərin fikrincə tərkibində zeytun və dəniz məhsulları, tərəvəz olan qidalar sağlam hesab olunur. Bundan başqa bütün dünyada yeməyin sağlam olması üçün 4 əsas faktor vacib sayılır. Yeməyin görünüşü, dadı, qoxusu və öz yağında bişməyi. 3 ağ məhsuldan isə ümumiyyətlə uzaq durmaq mütləqdir. Bunlar duz, şəkər və undur. Diyetolog Fuad Məcidovun Azərbaycan mətbəxi hansı yeməklə sağlam mətbəxlər sırasına qatıla bilər sualına cavabı isə belə oldu. Tikə ətlər olsun, balıq olsun, toyuq olsun. Bax bunlar hamısı sağlıqlı qidalanmalara aid olan qidalardır. Amma o demək deyil ki, biz bunu qızartmırıq. Yağ töküb üstünə qızartmırıq. Yəni dediyimiz kimi bastırmadır, manqaldır, təndirdə bunlar özləri pişir. Amma bu o demək deyil ki, orada götürüb üzərinə çoxlu miqdarda duz tökəcəyik və bu sağlıqlı. Əgər biz normadan artıq o qidaları duzluyuruqsa, normadan artıq ona ədviyalar vururuqsa, o artıq baxmayaraq ki, öz yağında pişir. O artıq sağlıqlı qida olmaq yolundan çıxmış olur. İndi bildiniz ki, bundan sonra hansı mətbəxdən qidalanmaq olar? Amma bu o demək deyir ki, səhər-axşam suşi yeyəsiz. Yəni, hər şey öz qaydasında gözəldir. Hər zaman düzgün qidalanmaq arzusu ilə Leyla Abbasova, Orxan Ədalətoğlu, Lider TV. Yox, mən aşiq ola bilərəm. Amma aşıq heç vaxt. Çünki elə bu da xüsusi qabiliyyət tələb edən peşələrdəndir. Hansı ki, mən bacarmıram. Birdən düşünərsiniz ki, əlimdəki sazdır. Sadəcə rejissorumuz Orxanı görüb bugünə düşüb. Yəni qorxusundan kiçilib. Amma yox, əslində bu nə sazdır, nə də gitaranın müasir variantı. Bu alətin adı çoxlarının dambır kimi tanıdığı təmburdur. Bunu şimal bölgəsində yaşayan izləyicilərimiz daha yaxşı bilər. Çünki yeganə bölgədir ki, bu milli çalgı alətimiz məhz bu ərazidə qorunub saxlanılır. Folklorşünaslarla söhbət aparıb təmburun keçmişi, bugünündən sujet hazırlayan əməkdaşımız Nurlan bu alətdə özünü sınamaq qərarına gəlib. Amma nə dərəcədə uğurlu alınıb, bunu sıradakı video materialdan biləcəyik. Şərq və türk dilli xalqlar arasında ən geniş yayılmış qədim simli musiqi alətlərindən biri də tənburdur. Tənbur Dədə Qorqud qopuzunun törəməsi hesab olunur. Neçə illərdir ki, tənbur ifa edən Natiq Əliyev deyir ki, bütün simli musiqi alətləri gözəldir. Lakin onun tənbura xüsusi bağlılığı var. Tənburla ilk tanışlığı isə konservatoriyada oxuduğu illərdən başlayıb. Səsi, yəni gözəl tembri məni cəlb edir özünə əvvəla. Sonra kiçik bir diapazon var burada, yəni kiçik bir yerdə nəsə nəticə əldə etmək biraz çətin olur, maraqlı olur. Orta əsrlərdə bütün saraylarda, əsasən də musiqi məclislərində tənbur çalğı aləti özünə məxsus yer tuturdu. Tarixə nəzər salsaq bir sıra miniatürlərdə, eləcə də Azərbaycanın klassik şairlərinin və dərvişlərin qeydlərində də tənbura rast gəlinir. Bir çox xalqların keçmişində və həyat tərzində də tənburun izlərini görmək mümkündür. Tənburun müxtəlif növləri var. Onlardan Şirvan Təbriz tənburunu, Xarəzm tənburunu, Bağdad tənburu və Hindistan tənburunu misal göstərmək olar. Simlərinin sayına görə 2 simli və 3 simli tənburlar olur. Əlimdə gördüyünüz bax bu tənbur 2 simlidir. Bu isə 3 simli tənburdur. Tənburun adı müxtəlif ölkələrdə müxtəlif formalarda səslənir. Məsələn, qırğızlar tənbura dombura, türkmənlər danbura, bir çox qərb xalqları arasında isə domra adlandırırdılar. Araşdırmalara görə orta əsrlərdə, ruhani məclislərində də tənburdan geniş istifadə olunurdu. Xüsusilə də İslamın gəlişi tənbura ruhani məclislərinin qapısını açdı. Qeyd edək ki, o dövrdə tənburun 3 sim və bir səs vəhdətini dünyanın yaradılış ünsürləri ilə də əlaqələndirirdilər. Müqəddəs sayılan dövrü üçün havacatların ifaçılığında istifadə olunmuşdur. Çünki bu təkcə bir musiqi, əyləndirici bir musiqi aləti deyildi. Burada bir ruhaniyyət var idi və məhz o ruhani, sakral mahiyyəti olan havacatlar tənburla, qopuzla ifadə olunurdu. Yəni öydülər, nəsiyyətlər, övgülər. Digər qədim simli musiqi alətlərindən fərqli olaraq
Təmbur bu gün də Azərbaycanda yaşayır və kifayət qədər olmasa da peşəkar ifaçıları var. Təmburun və bir çox qədim musiqi alətlərinin yenidən həyata qaytarılmasında isə qədim musiqi alətləri ansamblının rəhbəri Məcnun Kərimovun böyük rolu olub. Bugün ölkəmizin şimal bölgəsi olan Zaqatalada el şənliklərində həmişə bu alətin ifasında musiqilər səsləndirilir, mahnılar oxunur. Hal-hazırda Zaqatala rayonunun bir sıra kəndlərində o zaman mənim bildiyim Qımıl kəndində məsələn bir neçə təmbur ifaçıları hal-hazırda vardır. Onların içində demək təmburçu Əhməd var, Cahangir var, filan var. Onlar davam edirlər, ustad sənətkarlar var, onların yetirdiyi şagirdləri var və gənclər arasında da demək təmbur ifaçıları hal-hazırda vardır və onlar yüksək həvəslə bu xalq sənətini, bu qədim sənəti bu gün də davam etdirirlər. Ümumilikdə isə milli adət-ənənələrimizə, xüsusilə də milli çalğı adətlərimizə sadiq qalmaq, onlara hörmətlə yanaşmaq hər bir kəsin vətəndaşlıq borcudur. Nurlan Vilayətoğlu, Rahim Mustafayev, Lider TV. Sənət, sənətkarlıq, istedad, bacarıq, bunlar tamam başqa şeydir və hər adama da qismət olmur. Bax, elə götürək təmbur çalğı alətindən sujet hazırlayan Nurlanı. İstedadı olsaydı təmburda ifa etməyi o da bacarardı da və yaxud da elə götürək pinəkçilik sənətini. Bu da hər adamın işi deyil. Bəlkə yalandır. Nəysə. Bu həftə təşkil olunan bəzək əşyaları festivalında da elə bacarıqlı, istedadlı insanların əl işləri nümayiş etdirilib. Tədbirə qatılan əməkdaşımız Türkan deyir ki, sanki möcüzələr aləminə düşmüşdüm. 45 nəfərin iştirak etdiyi festivalda çəkdiyi rəsmləri sərgiləyən kim, iplərdən, saplardan parçalar üzərinə naxışlar vuran kim. Hələ mən ağacdan, gildən və sair materialdan suvenir hazırlayanlardan danışmıram. Bəli. Çünki bu barədə Türkan özü daha ətraflı danışsa yaxşıdır. Diqqət ekranlara. Bakıda ilk dəfə olaraq əl işləri sərgisi festival formasında keçirilir. Azərbaycan ustalarının göz nuru ilə yaratdığı gözəlliklər nümayiş olunur. 40-dan artıq sənətkarın iştirak etdiyi sərgidə ilk dəfə sərgilənən əsərlərə də rast gəlmək olur. Xanımlardan çox danışmaq olar. Hər xanım özü bir dünyadır. Bu dəfə isə gözəl xanımlarımız özləri bir dünya yaratdılar. Onlar bu dəfə tətbiqi incəsənət sərgisində birləşərək öz işlərini sərgilədilər. Əlimdə gördüyünüz bu bəzək əşyası gipsdən hazırlanır. Üzərinə isə lak vurulur. Hazırlayarkən muncuqlardan istifadə etmişəm. Bunları hazırlamaq üçün bir həftə vaxt lazımdır. Bu əşyalar muncuq ağacı adlanır. İnsanlar tərəfindən də maraqla qarşılanır. Sərgidə əsas məqsəd isə hər iştirakçının daxilində gizlənən gözəllikləri aşkara çıxarmaq, onların yaratdığı qeyri-adi, fərqli işləri hər kəslə bölüşüb paylaşmaqdır. Hər bir sərgi insan üçün bir imtahandır. Əl işi ustası sərgidə iştirak edərək öz işlərinə bir yekun vurur. Yəni biz də düşündük ki, hər bir rübdə bir dəfə belə bir əl işləri festivalı keçirməklə biz insanlara, əl işləri ustalarına həm onlara şans verə bilərik, həm də onlara bir həvəsləndirmə ola bilər ki, yəni il ərzində olan işləri ilin sonunda biz insanlara göstəririk. Yaradıcı insanları, xanımları, bəyləri bura dəvət eləmişik və onların iç dünyasını, daxili dünyasını göstərmək istəmişik. Ona görə ki, bu insanların yaradıcı insanlardır, onların daxili tamam başqa bir şeydir. Onların daxillərini biz üzə çıxarmaq istəmişik və elə bil ki, mənə elə gəlir ki, alınıb bugün bu. Sərgidə müxtəlif texnikada tətbiqi sənət nümunələrinə xüsusi diqqət var idi. Öz işlərini sərgiləyən ustaları, tələbələri, evdar xanımları, bir sözlə iştirak edən hər kəsi incəsənətə və yaradıcılığa olan sevgisi birləşdirirdi. Sərgidə xanımlarımız da unudulmuyub. Sərgi iştirakçılarının hazırladığı maraqlı əl işlərindən biri isə bu təbii sabunlardır. Təbii sabunlardan istifadə etməklə xanımlar həm dəri, həm üz, həm saçlarında olan problemləri rahatlıqla aradan qaldıra bilərlər. Sərgilənən sənət nümunələri bədii yonma, xalçaçılıq, zərgərlik əşyaları, keramika, batik, vitraj, bədii naxışlar, oyuncaqların hazırlanması, suvenirlər və sandıqçalardan ibarət idi. Onların hər biri ayrı-ayrılıqda göz oxşayır, xüsusilə bir-birindən seçilirdilər.
Sərginin maraqlı əlişlərindən biri isə Azərbaycan nağıllarının personajlarının corabla hazırlanmasıdır. Gördüyünüz kimi Azərbaycan nağıl qəhrəmanları Cırtdan, Nənə və Baba, Div və başqa personajlar ilk dəfə olaraq bu festivalda sərgilənir. İncəsənətin yeni növünü göstərirəm. Bu incəsənətin hazırlanmasında corablardan istifadə olunub. İlk dəfədir ki, belə bir məhsullar burada sərgilənir. Sərgiyə qatılan ziyarətçilər isə həm alış-veriş etdilər, həm də gördükləri qarşısında öz heyrətlərini gizlədə bilmədilər. Çox maraqlıdır, çox maraqlı eksponatlar var. Hamısı da əllə düzəldilib. Yəni o qədər maraqlıdır ki, bilmirəm ki, hansından başlayım. Bütün əl işlər çox gözəldir. Ən azından bu işləri görmək üçün, bu işləri düzəltmək üçün insanın o qədər gözəl qəlbi olmalıdır ki, o qəlbinin gözəlliyini bu işlərdə əks etdirməlidir. Bu dəfə də sizləri düşünüb, fərqli gözəllikləri çəkib göstərməyə çalışdıq. Siz də bu gözəlliklərdən xəbərsiz qalmaq istəmirsinizsə, hər həftə bizim Sədanın yeni sujetlərini izləməyi unutmayın. Türkan Mahmudova, Turan Mustafayev, Lider TV. Deyirəm, neysə ixtira etmək, üzə çıxarmaq doğrudan da hər kəsin işi deyil. Daha doğrusu, hər kəsin bacaracağı iş deyil. Bunun üçün fitri istedadla yanaşı risk də lazımdır. Çünki bilmək olmaz, sənin laboratoriya otağında apardığın təcrübə partlayışa, yoxsa yeni kəşfə səbəb olacaq. Amma ruslarda belə bir misal var ki, risk etməyən şampan içə bilməz. Vay o günə, o riskli kəşflərə ki, orada nəticə uğurlu alınsa da sənin bundan xəbərin olmur. Çünki Əzrail səni elə həmin laboratoriya otağındaca yaxalayır. Bəli, tarix boyunca belə hallar az olmayıb. Öz kəşflərinin qurbanı olan onlarla ixtiraçının gördüyü işlərdən bugün bütün dünya, bütün insanlar bəhrələnir. Həmin ixtiraçlar kimlərdir və nəyi ixtira edən zaman dünyalarını dəyişiblər? Bu barədə əməkdaşımız Elvinin hazırladığı reportajdan biləcəyik. Kəşf həm şöhrət, həm də pul gətirir. İnsan oğlu elə yaranışdan yeni işlər axtarışında olub. Nə isə icad etmək həmişə həvəs göstəriblər. Bu da səbəbsiz deyil. Təbii ki, yaddaşlarda qalmaqdan ötürü. Araşdırmalardan görmək olar ki, ixtiraçların həyatı hər zaman dramatik və yadda qalan olur. Amma əksəriyyətimiz bəzən bu kəşf sahiblərini qınayır, bəzən isə əksinə, onların yerində olmaq istəyirik. Amma onu da deməliyəm ki, kimi bu ixtiralarından dolayı ailəsini itirib, kimi ağlını, kimi bütün varını, kimisi də həyatını. İnsanları, cəmiyyəti, toplumu bu yeniliklərə inandıra bilmədiklərinə görə bəzən onlar öz ömürləri ilə vidalaşmalı olurlar. Qədim Roma və Yunan tarixində biz baxanda hətta Sokratın intihar elədiyini biz görürük. Öz düşüncələrinə görə, öz elmi fikirlərinə görə. Amerikada William Nelson adında bir ixtiraçı olub. Bu insan velosiped ixtira elədiyi zaman motorlu velosipedin sınaqları zamanı qəzaya uğrayıb və həyatdan getmişdi. Avstriya əsilli fransız dərzi François Reichert də bu uğursuzluğun qurbanı olanlardandır. O, öz yeni icad etdiyi paraşüt kostyumunu sınaqdan keçirmək üçün Eiffel qülləsindən tullanırkən həlak olub. Nobel mükafatını qazanan ilk qadın Curie də öz ixtirasının qurbanı olub. Belə ki, çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Curie, Birinci Dünya müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədi ilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Curie'nin sağlamlığı getdikcə pozulub. Curie 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib. Həkim Aleksandr Bogdanov gəncləşmək eşqi ilə bir neçə dəfə özünə qan köçürmək qərarına gəlir. 11 dəfə uğur qazana bilən həkim 12-ci dəfə uğursuzluğa düşər olur. Mütəxəssislər onun infeksiyalı yaxud uyğun olmayan qandan istifadə etdiyi üçün öldüyünü deyirlər. Üstündə.
Tarixin ən böyük sehirbazlarından olan Harry Houdin də bu səhvin qurbanı oldu. O, 2 kollec tələbəsinin şoudan əvvəl fiziki gücünü və bədəninin nə qədər yumruğa tab gətirəcəyini nümayiş etdirmək məqsədi ilə bunu etdi. Amma Harry'nin kör bağırsağına dəyən yumruq onun həyatı bahasına başa gəldi. O, əməliyyat olunsa da həyatını bitirdi. Qədim şərq oyunlarından olan məşhur şahmat oyunundan yeniliklər gətirən həmyerlimiz Şakir Zəngəzurlu deyir ki, sivilizasiya məhz kəşflərlə inkişaf edib. Elə dünyada kəşflər var ki, bəlkə də çoxu, ham təsadüfdən yaranma bir şeydir. Misal üçün, bu mənim həyatımda mən bunu açıqdana gördüm. Belə ki, ancaq bir işdə var. Gərək insan heç olmasın müəyyən qədər bir şey bilməlidir ki, bir kəşf edə bilsin. Nəsrəddin Tusi əxlaq nasıda deyir ki, dünya sirlərinin faş olmasının da bir sirri ondan ibarətdir ki, insan birini biləndə o birisini özü tapır. Gərək bir şey biləsən ki, ikinci bir şey də tapa bilərsən. Mədəniyyətşünas Aydınxan Əbilov deyir ki, Azərbaycan xalqının muğamının özü də dünya mədəniyyətinin kəşflərindən biridir. Bizim muğamlarımızı götürək. Əslində bu da ruhi bir kəşfdir. Bizim xalq oyunlarımızı götürək, bizim tətbiqi sənət nümunələrimizi götürək, bizim xalçalarımızı götürək. Bilirsiniz ki, ilk dəfə Azərbaycanda taxılçılıq olub və oturaq əhali olaraq biz ilk dəfə çörək bişirməyi, təndir texnologiyası, atın əhəlləşdirilməsi, eyni zamanda faytondan istifadə məhz Azərbaycanda olub. Bəli, kəşflər müxtəlifdir və dünya durduqca daha təkmilləşmiş formada meydana çıxırlar. Amma sonda bir tövsiyəmiz var. Bir ixtiraya cəhd etməzdən əvvəl onu öz üzərinizdə sınamasanız yaxşıdır. Təbii ki, öz kəşfinizdən özünüz də yararlanmaq istəyirsinizsə. Elvin Güloğlanoğlu, Turab Məmmədov, Lizer TV. Bu da son. Yox, biz yay tətilinə getdiyimiz üçün sizlərlə sağollaşmırıq. Bu günlük bizim sədaya son deyirik. Gələn həftə isə sizin hüzurunuzda Ülviyə Elxan qızı olacaq. Görüş yerini və vaxtını unutmamaq şərti ilə sağ olun, salamat qalın. Diqqət mənə. Dam baradam baradam baradam. Dam baradam. Oy başıma. İndi bu ləzzətli dolmaları yeməyəsən, nə eləyəsən? Qapağın götürüb maşın sürməyəsən, nə eləyəsən? Ölüm də dolma var axı. Yaxşı, tok vurdu məni, sonra nə eləyim? Ölüm. Cız-bız oldu, hə, qoydum. Amma Ruslarda belə bir misal var ki, Əzrail səni elə həmin laboratoriya otağındaca yaxalayır. Ölümü sənə yaymıyım. 6-cı hissi. Bəli, bu da son. Yox, biz yay tətilinə getdiyimiz üçün sizlərlə sağollaşmırıq.